propaganda məhzli, mahiyyətli xəbərlər yayıb, düzəldir, yaymağa başladılar öz kanallarında və şiələri burada sanki bir təhlükə mənbəyiymişlər kimi qələbə vermək istədilər. Nə üçün? Bunlar Ayətullah Xameneinin şəklini qaldırdılar. Əgər şiələr təhlükə edilərsə, bu şiələrdə nəsə dəyişmədi. Bunlar siz iqtidarda olanda da vardılar burada. Onda bir təhlükə olurdular, indi təhlükə oldular. Siz kimə özünüzü şirin salmaq istəyirsiniz? Ola bilər, siz başa düşmürsünüz bunu, amma siz hara özünüzü şirin salmaq istəyirsiniz, onlar yaxşı bilirlər, yaxşı tanıyırlar şiəni də, şiənin ideologiyasını da, şiənin mahiyyətini də, doktrinasını da. Necə ki, sən burada patriarxı sevən vətəndaşlara bir sevgi söz deyə bilməzsən, onu dini rəhbəri də lideridir. Necə ki, katoliklərə irad bildirə bilməzsən, Roma papasına sən niyə müqəddəs gözlə görürsən? Niyə sənin papandır? Eləcə də bunlar başa salan ya yoxdur, ya da özləri başa düşmək istəmir ki, şiəlikdə də milyonlarla insan var ki, bu rəhmətliyin təqlidçisidir. Bu şəhidin müqəllididir. Hakimiyyətə gəlmək istəyirlər, həm də axmaq hərəkətlər eləməklə belə öz ağırlarını tökürlər. Bu ölkənin müvafiq təhlükəsizlik orqanları da yaxşı bilir, şiə nədir, kimdir, Amerikada yaxşı bilir, Avropasında yaxşı bilir. Hansı bir şiənin mahiyyəti, şiənin qulluq elədiyi ağıl nədən ibarətdir? Şiənin qulluq elədiyi ağılda heç vaxtı qırıq dağıtmaq yoxdur. Zülm eləmək, ədalətsizlik eləmək